Hər vaxtınız xeyir olsun izləyicilərimiz. Bugün Masazırda gözəl bir yerdə yerləşən 4 otaqlı həyət evimiz satışa çıxıb. Onu sizə çəkib təqdim edirəm. Evimiz yerləşir, 3 sotda yerləşir. Gözəl bir ərazidə yerləşir. Təzə məktəbin arxasında 10 nömrəli məktəb, xəstəxana Masazırda. Onun arxa tərəfində yerləşir. Belə də yeni küçəsi var, gördüyünüz kimi. Gəncə şəhərimizin arxası, belə deyim, 10 nömrəli məktəb xəstəxananın tam arxasında yerləşir. Daxil olduq evimizin həyətinə. Evimizin həyətinə daxil olduqda belə bir geniş 4-5 maşın, belə geniş həyəti, maşın girən həyəti və belə. Boş yerləri də bıraxırıq belə ağac, gül əkmək üçün. Gördüyünüz kimi də geniş həyətinin besetkası. Bu evimizin üz görünüşü. Evin arxasına keçməyə də yer bıraxılıb. Gördüyünüz kimi bax, sol tərəfdə çəkim onu sizə göstəreyim. Arxasına fırlanmağa geniş belə 3 metr yer bıraxılıb. Zirzəmi hissəsi. Daxil olduq evimizin içərisinə. Evimizin içərisinə daxil olduqda belə bir dəhlizi. Dəhlizimizin sol tərəfində belə bir qonaq otağımız. Sol tərəfdə isə belə bir mətbəximiz. Bu isə birinci mərtəbənin sanitar qoşağı. Evimiz vurğulayım ki, orta monolitli, qoşa kubikdən tikilib. Mərkəzi kanalizasiya, qazı, su işığı, qoşa kubikdir, hamısı qaydasındadır. Qalxırıq ikinci mərtəbəyə. Da ikinci mərtəbənin sanitar qoşağı. Bu isə İkinci mərtəbə, birinci yataq otağı. Gördüyünüz kimi də yataq otağın həyəti də öz pəncərəsi öz həyətinə baxır. Bu isə digər bir belə bir geniş yataq otağı. Bu yataq otağında pəncərələri öz həyətlərinə baxır. İsə digər bir belə yataq otağımız. Evimizin qiyməti sahibi tərəfindən 148.000 manata deyilir. Sağ olun, var olun. Kanala abunə olmağı unutmayın ki, yeni belə evlər çıxsa baxa biləsiniz. Real alıcılara da indirim olacaq.